Salam brat, salam. Deməli, belə bir dənə söhbət var. Mən bu rus qızından boşanmalıyam ki, gedim Siryozumla evlənim. Mən də Siryozumu bu traktorun biçinə həsrət qaldığım kimi Siryozuma həsrət qalmışam. Başa düşdün necə? Rus qız da deyir ki, mənə New Holland traktoru gətir, ondan sonra səninlə boşanım. Bildin necə? Yəni bu belə bir nidarazumeniya baş verir. Nadırızmenya. Bəs bu yanındakı kimdir? Bu yanındakı mən rus dilində sözü deyə bilməyəndə, bu da deyə bilməyəndir. Bəs məndən nə istəyirsiniz? Atam etsə, sən bu traktoru bir günlük ver mənə. Aparım onu verim rus qızına, məndən boşansın. Sonra abrakda gətim qaytan verim sənə də. Mən bu New Holland traktorundan günümə aşağısı 300 manat pul qazanıram. Mən bunu sizə versəm 300 manat pul itirəcəm bir günümə. Yaxşısı, sən get Prior Leasingdən bir dənə traktor götür kreditlə. Apar ver rus qızına. Kakraz 40%-ında dövlət ödəyir. 40%. Atam olmaz ki, mən sənə 300 manat verim, bunu bir günlük mənə verəsən. Gedim işlərimi həll edeyim, sonra abrakda gətim qaytarım da. Mənə bu 300 manat tapa bilərik. Traktoru almaq şərtləri daha yaxşıdır. Nəinki bu usulmanı tapmaq. Xosey, sən onda navigatora Prior Leasing yaz, geri işlərimizi həll edirik. Yala, get. Piyada gedirsiniz. Onda siz bu il bitim vaxtını düşə bilməzsiniz ki. Doğrudan. Alay. Hangi gün? Prior.